Selamun Aleyküm ve Rahmetullah Şeyh. Və aleykum salam və rəhmətullah. Oruclu ikən qadın heyz olarsa, həmin günün orucunu tutmalıdır, yoxsa artıq yeyib içə bilər? Elhamdülillah. Əgər qadının aylığı başlasa, məsələn, orucdur, tutub, 10 dəqiqə qalıb iftara. Aylığı başladı, pozuldu. O gün orucu pozuldu. O günü qəza eləyəcək. O günü qəza eləyəcək. Və ya məsələn, tutaq ki, günorta pozuldu. Pozulandan sonra sual budur. Pozulandan sonra gedib oturub yiyib içə bilər? Yox. Bəyənilmir. Haram deyil, bəyənilmir. Ramazan ayına görə. Məsələn, tutaq ki, birinin orucu pozulur günorta. O deməkdir ki, gedib oturub artıq otursun, nə gəldi yesin? Yox. Ramazan ayına görə gözləsin iftarı. Aydındır? Aydın. Amma o orucu qəza eləyəcək. Lap birdən 5 dəqiqə qalıb iftara. Azan olmayıb belə. Əgər aylıq başlasa pozuldu o gün. Amma qəza eləyəcək bir gün. Bəli, o günü. Allah sizdən razı olsun. Və bu qədər.